Buxari və Müslim İtban radiyallahu anhudan rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّ اللّٰهَ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللّٰهِ يَبْتَغِي بِذَٰلِكَ وَجْهَ اللّٰهِ. Kim Allahın üzünü diləyərək La ilahə illallah deyərsə, Allah ona odu haram eləyər. İtban radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, kim Allahın üzünü istəyərək, diləyərək La ilahə illallah deyərsə, Allah ona cəhənnəmi haram eləyər. Yəni cəhənnəmi haram eləyər, yəni cəhənnəmə girməyi haram eləyər. La ilahə illallah deyər, yəni onun mənasını bilib, La ilahə illallahın gərəkdirdiyi, tələb etdiyi şeyləri edərək dili ilə La ilahə illallahı söyləyərsə. Yəni mücərrəd La ilahə illallah söyləmək deyil, tək dili ilə, həm də mənasını bilməlidir və bir də onun tələb etdiyi şeyləri, gərəkdirdiyi şeylərə əməl etməlidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni La ilahə illallah deyənin cəhənnəmə haram olmasını hansı şərtlə dedi? Yəni La ilahə illallahı ixlasla deyərsə. Artıq alimlər La ilahə illallah şəhadətinə şərtlər zikr ediblər ki, yəni La ilahə illallah şəhadəti sahibini yalnız bu şərtlər onda cəm olunarsa fayda verər axirətdə. Yoxsa kim bu şərtlərsiz La ilahə illallah deyərsə, bu dünyada ona yəni müsəlman əhkamları tətbiq olunsa belə zahirən, lakin onda bu 7 şərt cəm olmadıqca axirət günü La ilahə illallah şəhadəti ona heç bir fayda verməyəcək.